Hər vaxtınız xeyir. Bugün yenə kənd çolpaları bişirirəm. Amma bu dəfə çığırtmasını edəcəm. Gördüyünüz kimi yenə də böyük tavamı qoymuşam, yaxşıca isitdim. Hissələrə ayırdığım, doğradığım kənd çolpalarını yaxşıca qızğın tavada mühürləyirəm və daha sonra böyük qazana əlavə edirəm. Üzərinə bir ədəd soğan və qaynar su əlavə edib qoyuram bişməyə. Kənd çolpası olduğu üçün bir balaca onun qaynamağı lazımdır. Yarıda bir balaca bişəndən sonra duzunu əlavə edirəm. Daha sonra isə yenə də tavada bol soğan, fal-fal doğranmış, yəni yarım halqa şəklində doğranmış soğanları hardasa bir iri 5-6 soğan burada var. Yağda bir balaca qızılı rəng olana qədər qovururam vamodda. Daha sonra artıq bişmiş toyuqların hissələrini əlavə edirəm həmin soğanların üzərinə. Bir yerdə yaxşıca qarışdırıram, qovururam. Ardınca soğanla toyuğun dadının bir-birinə yaxşıca qarışması və dəm alması üçün bir balaca bulyonundan əlavə edirəm. Çox əlavə etmirəm və vam odda qoyuram dəmə. Bu zaman soğanların dadı ətlə birlikdə qarışır. Çox gözəl bir, nəfis bir ləzzət ortaya çıxır. Bu məqamda qara istiot da əlavə etmək olur zövqə görə. Belə hardasa yarım saat, 40 dəqiqə, 1 saat olar vam odda dəm aldıqdan sonra üzərinə yumurtaları əlavə edirəm. Suyu tamamilə çəkilir, yağa düşür. Bir balaca azcama, çox sulu qalmaq məsləhətli deyil və üzərinə yumurtaları da əlavə edirəm. Qapağını qoyuram, bir 3-4 dəqiqə hazırdır. Kənd çolpasından çığırtma çox ləzzətli alınır. Siz də hazırlaya bilərsiniz. Kanalıma abunə olun, videomu bəyənin, öz ətrafınızla paylaşın və rəylərinizi gözləyirəm. Siz necə hazırlayırsınız? Hansı bölgədən izləyirsiniz və hansı bölgədə bu yemək bir-birinə fərqli hazırlanır? Bölüşün. Hələlik görüşərik.